Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Ben hiç iyi değilim arkadaşlar. Çünkü bu balaca dümbələk məni saat 8'in yarısı, rovno 8'in yarısı, hatta 8'in yarısı da yok ha, daha tez oyadıb, dayanmadan mızıldadı, ağladı, özünü öldürdü. Mən də dedim, yaxşı, sən ol, mən də mən olum. Düşürtdüm bunu, çıxartdım havaya. Bizim ev bilirsiniz ki, dənizə yaxındır. Dedim, biraz həm dəniz havası alsın, həm yaşıllığı görsün. Bəlkə biraz yuxusu gələr. İndi ana bala oturmuşuq burada, baxışırıq. Xoşbəxtdir. Çünki mən yatmıram. Bilir axı, burada yata bilmərəm. Quru stolda adam nətər yatsın. O da ona bak, üzündə gülücüklər saçıyor şu an. Oyaq qal. Qal. Heç nə. Bekliyoruz. Zeydin uyumasını bekliyoruz arkadaşlar. Oyun saatidir şu an. Ben de ne yiyeyim? Deniz manzarasına karşı güneşten denizi de göremiyorum zaten. Özüme çay süzmüşəm. Şirniyyatlarımı da koymuşam Zeydin ayağının altına. Zeyd de mutludur gördüğünüz kimi. Ne döyərəm səni? Ne gülsən? Mən əsəbləşəndə gülür, vəbşə əsəb keçirdirəm. Tam olarak neye gülürsən? Tam olarak gülməli nə dedim mən? Öz gözümə də güneş düşmür, güneş düşür mənim gözümə. Onu səni bayında çıxardır. Balam, süb tezdən abi. Böyüyəndə sən də anan gəzməyə aparasa yaxşı. Gördünüz, hədidi. Evet kızlar, deməli süb tezdəndən xortlayandan sonra evin digər məsuliyyətli iki üzvü də oyandılar. Digər iki üz xorulduya yatırlar. Nadir nə vəziyyətdəydi? Nadirdən xəbərim yoxdur. O da yatmışdı. Nadir, Rabia ve Meryem tembellədi, yatıyorlardır. Ona görə də biz ayıq-sayıqlar çıxdıq çölə. İndi hara gedirik? Birinci gedirik marketə. Bugün Nakuş Bibigil gəlir. Onlar üçün alışveriş eləyirik. Aparırıq yeməkləri evə. Xanım bizim üçün Nakuşgil üçün yemək bişirir. Ondan sonra gedirik Nakuşgili götürməyə. Amma və lakin Nakuşgili götürdüyümüz ərəfədə bu qız ortaya iki ara bir də kiprikləri düzəltdirməyi də saldı. Sağ olsun, Şəhriyar da mənə anlayışla qarşıladı. Dedi, sən yarım saat gözləyərik, get kiprikləri düzəltdir, gəl evə gedək. Teşekkür ederim bu anlayışın için, minnətdarım. Ne demek? Allah, sen nerede özü uzattıysan da gözü uzattıysan da benim kadar güzel olabilmiyorsun değil mi? Çok karizmatikimdir ya. Neyiniyim? Sənə Allah vergisi de uzun. Bir daha bu kipriklərine baxın dostlar. Bir daha buna baxın. Çön o yana çön. Neyiniyim bu sənin üzvü? Kipriklər. Buna baxın. İndi buna... Allah vergisidir ya. Mən də elə deyil. Mən də o qədər dedim bunun kimi kipriyim olsun. Bunun kimi gördüm çıxmır. Mən də getdim düzəltdirməyə də. Neyiniyim? Aslında sen qəşəng kipriklərin var. Yetmiyor, anlamıyor musun? Yorucu, ac gözlü. Ac gözləyirəm, boynuma allam. Belə ox kimi olsun istəyirəm. Hande Erçel kiprikləri kimi olsun istəyirəm. Neyim? Bu dəfə fərqli formada yığdıracağım ama kızlar. Bunlar tökülüb görsünüz. Bu dəfə belə yox, daha qısa yığdıracağım, daha sıx yığdıracağım. İndi baxarsınız. Deməli dostlar, düşdüyüm marketə. Şəhriyar deyir ki, marketdən nə alacaqsan ki, sən də düşürsən. Mən də dedim, heç nə almayacağım. Prosta çəkmək üçün düşürəm. Sən nə alsan odur. Amma tabii ki de öyle bir şey yok. Kandırdım nazlı yarim. Ne diyorsun? Ne? Zaman bakın sen neyse magazin kabanda nazlı ya. Şimdi anlarsın, merak etme. Evet, girdim markete. Burada kaldın, düştü kameraya. Ölüm sensiz. Boy baladadır, kamera görmüyor. Buna 7 bella deyə bilmirəm. Bu 7 olacaq qədər böyük değil. Buna neçə bella deyirəm? Açıqçı ilişdi qapı arasında. Buna 3 bella deyirəm. Bu minikdir, 7'yə çatdıra bilmirəm. Konuza hazır değil. Yalan danışma. Ağlama, niye ağlıyorsan? Hadi yalandan eləmə. Uşağı niyə tək yerə salsın? Davay gəl lazımlı şeylər alaq. Deməli 2 kilo düyü götürürəm Şəhriyar. 2 kilo düyü götürürəm. Evet, sen ne diyorsun?
Mən götürəməyəcəm. Uşağı verməni sən geç götür. Geç görüm bura. Keçəl başa. 2 kilo düyü. Həcəm. Gəldim. Top aldıray. Mən qorxuram aşkım. 5-ci top deyə aldırırsınız bu il. Hamısını partlatdınız dalbadal. Birini oğratdırdılar. Birini partlatdılar, hə. Allah ey aşkım, kassada deyəcək qoyun ora. Çünki insaf da dinin yarısı. Bir ayın içində 4 dənə top partladı. Allah. Pul atadadır, mən bilməm pulu var yoxsa yox. İndi deyərəm, yoldan çıxardaram. Görüm yoldan çıxırsa alarım. Senin için elimdən gələni yapacağım. Əsmə gələdirən gələndə götürsünlər də. Bizdə qalmadılar çox. Öz ses üçün alaram aşkım, ağlama. Topa görə də ağlama. Şəqili, ay Şəqili. Bizə top alaysan. Evet, cezalıyız galiba. Ne oldu? Benim aldırmayı düşündüğüm başka bir şey var. Ata sen ne yapacaksın? Top aldın çünkü. At günsün top. At günün onda işte almıyor. Official da alacaktı. O ne düşün? Ofuş şey için. Ofuş kimdi ki? Ofuş bir ailedir be. Oy. Deməli arkadaşlar, Əsnatın ad günü gəlir. Əsnata tort düzəltdirməliyəm. Sonra istəyirəm bu ad gündə onun üçün dekor yığdırım ad günü zalına. Prosta Cənub zonasında dekor yığan səhifə və yaxud da yer tapa bilmədim. Varsa bildiyiniz yer və yaxud da dekor yığanlar varsa Astara Lənkəranda xahiş edirəm bana ulaşın ya da mənə o səhifələrə atın. Ama açmışsın top alsın. Ata sən ad gün üçün top alsın, mən də bahalı hədiyyə alım. Mən səni çox bilmiş, qədərçə. Gör razılaşırsan mən Kırmızı razıyam. soğan kodu Mən nerede? razıyam. Mən sənin üçün qəşəng hədiyyə düşünmüşəm. Uşaqlar, sizcə bu ad günündə Əsnata nə alım? Yorumlarda yazın. Nə aldın sən Şəhriyar? Şeyler. Soğan aldın, düyü aldın, 2 dənə də toyuq götür. Şeyler. Ayşe. Evet, 2 dənə də toyuğumuzu götürdük, getdik. Sok almalıyıq aşkım süfrə üçün. Gedək sokumuzu da götürək. Arkadaşlar belə bir dürüm götürürük yolda yeməyə. Çünki heç atışdırmamış çıxmışıq evdən. Görək dadı necədir? Bəyənsəm Yanımda. Şəhriyar götürür, Ben bəyənsəm mən də götürəcəm. Şəhriyarı qurban elədim. Ye fikri və bildir, ok yoxsa nok. Ha olur. Baxın. Uşaqlar, mən seçimimi hot dogdan yana elədim. Arkadaşlar, Əsnat tortunu necə istədiyini deyir, buyurun. Hə. Ben tortumun içine bananlı, çilelerli bir de damla şokolatlı olur. Onları istedim. Hə. Ondan sonra üstü bol şokolatlı. Hə. İçinde. Hə. Ondan sonra üstünde kinder şokolatlı zat. Hə. Böyle. Yaxşı, baş üstə. Kola yiyordu. Getdik. Evet arkadaşlar, marketten çıktık. Hot dogumu götürdüm. Hot dogu beğendim. Hot dog tatlı da. Bir tane de böyle çubuk aldık. Bir tane Əsnata, bir tane özümüze. Bu da işte. İşte çıktık yola. Dedik ki pillerimi düzeldim, nakışkırı götürmeye. Nakışa kışkırtma eləyək. Bak. Yüzü düşmədən eləyə biləcəyimiz bir qışqırtmadır. Ne? Yığdınən ki, nakuş bəs gələm sizi götürməyə. Hazırlaş. Şeydir, yığma, səs at. Sonra güya səs açıq qalıbmış kimi şey eləyək. Mən başlayayım şey eləməyə ki, Şəhər nəyə çağırdı, nə bilim, bugün həftə içirik, işlərimiz ola bilər, çəkilişlərimiz ola bilər. Özü də gəlmək istəmir, gələndə yalvartdırır bizi, nə bilim nə. Yalandan başlayaq şey eləməyə. Dalıca danışmağa güya səs ona gedib çatıb ya da telefon açıq qalıb o eşidib. Görə nə reaksiya verəcək, necə fikirdir? Hə? Mən nakışı tanıyıramsa küsər gəlməz kesin ya da ki inanmaz. Oturalım. İnanmaya da bilər. Nətər fikir? Mən bu Şəhriyarı bugün danışdıra bilmirəm. Bir qıcıq oluram belə olanda, Allah hamd olsun. Ay kız ben şey vermişim, fikirləşəm ona ne verdim, ne yaddan çıxıb. Hele deyirsən danış. Ha, hot dog verdi, oradan gələcək Nailəyə çiplik taxacaq. Ben bilməm nə danışırsan, mən də yedim. Qulaq as da. Qulaq as, sən qurban olasan, bir alın yeməkdə, bir alın söhbətdə. Mən yazıb onu qurtala, ondan onu ver, bunu verəcəyəm. Eləyək. Elə də elə görə neyinsən. Nətər eləyəm mən?
Qışqırtmağı Allah fikirləş. şeytanı qışqırtmağı deyir, sonra deyir nətər eləyək. Demədin, zəng eləyəcək, qulaq asacaq, elə eləyəcəkdi, başqa nə eləyəcək? Biləm də, mən qışqırtma ideyasını verdim. İndi sən o məntiqi işlət, məndə məntiq yoxdur da, məndə kreativlik var. Sən də məntiqi işlət, nətər eləyə inandırıcı olsun. Ya bunun artıq inandırıcı necə olacaq? Ağlayaq onda. Ya necə eləyək telefon açıq qalsın? Necə eləyək? Hə, onu səmişən, Naydi deyir, sən qoy, mən deyirəm, sən qoy. Onda yığıram Naydəni, deyirəm ki, bacı gələm səni götürməyə. Telefonda zərət yoxdur mənim sənədə. Zərtiqadadır telefonun hal-hazırda. Bir saniyə. Ağlıyoruz. Açmıyor. Vefasız bank. Ağlayırsan? Yazıyım, yapmak istedim. Dağlı başı xarabsan, sən dağlısan, nəsən? Ulan, Telefon götür Allah. Söyledim ki sen dedi sen pata koyacağım dedi. Ha. Neymişsin? Evet, sağ salamatçı, gəlsən. Gelmiyor. Aşkım gel lan ben yoldayım, onu öyle görünce. Durumunda geliştirim diyorsun. Biraz fırlana böyle özür göstere özür göstere. Yavaş gel lan ben. Görüşürüz. Şaka ne çağırırsan Ay doğru çatmadı. Sen geliyor, elimizde elimizde. Hə, gözdə dizdiysən. Deyən. Çatma deyə. Adam bir qulaq asar, bəlkə gəlinin dalınca danışır. Mən başa düşə bilmədiyim məsələ bilsən nədir? Mən gəlsin o gəlməyinə problem yoxdur. Prosta sifət eləyir də ay Ne şəhər. gözledim, ben bu yolu sürüyorum bakayım. Sen danışsan ben beynimi itir, ofur sana kurban. Sen- Her defa her şeyin davasını eləməliyik. Aşkım dava eləmirəm mən səndən. Ay bana bir dəqiqə qulaq as da. Uşaq dəli olacaq. Uşaq dəli olacaq. Deyirəm nə? Yemeği götürdün, yemeği koydun, pişirmek için nasıl koydun? Qoydum da verdim də arvada, dedim pişirsin də. Pişirsin elədir axı. Sen Pişirsin. arvadı başlamaydın da. Sən niyə ümumiyyətcə bu günə saldın? Ayda 4-cü gün Ayda gəlməyəcəkdi. 4-cü gün gələcəkdik. Ölüm səncə ben qəbələ edəcək, ondan olacaq. 4-cü günə demişdin. Sən indi Ben nəyə 4-cü gün çağırdın ki? deməmişdim. Xiyar, mən bu günə demişdim. Sən Allahın olsun 4-cü gün söhbətə dönürdü. Quranan da olsun. Çağıranda da 1000 dəfə adama minnət qoyur. Adam özü xəcalətli Minnət hiss. koymurlar, onlar Allah'ın da son onlar elə ürəyi yoxdur. Minnətdən söhbət gəlir. Şey uşaqlar 15 dəqiqədən sonra Nahidən yığacağıq. Mən indi həqiqətən getdim yemək yeməyə. Çünki açımdır və sabahdan beri sizi düşünüyorumdur ki sizin için maraqlı bir şeyler çəkim. Bu dəfə həqiqətən getdim. Bay bay. Arkadaşlar Nahidə məni yığdı. Kamera sağ olsun mənim podvat elədi. Vaxtında aça bilmədim. İndi onu təzədən geri yığıyorum. Görək nə deyir. Alo. Hay can aşkım. Neyin Emre? Heç nə yoldayıq. Gəlirik sən götürməyə. Ben bakayım ventilator bağaç var da maşında yakınca. Bağac var. Prosta ventilator sığışar. Az uşaq. Hə, Götürək də ismimiz olanda bakarım. götürün. Bana bakayım. Hə. Bayaqları alı dəymişdi deyəsə şəhərdən zəng eləmişdi. De Quranan da olsun. Yalanlar geçti. Yoksa evde geçti. Nəyi aşkım? Evet sonra danışırdınız ben işi de tuttum. Yığmısan Naydəni? Yox, telefon şeydə dur. Biz yığmamışıq aşkım. Bəlkə əlimiz dəyib. Nə olub sən halını sahibi? Alice Day baby yok ömrü baby yok. Yaxşı, öpdüm sən ömrüm. Yaxşı sağ ol. Sağ ol. Gülür, pərt olur, gülür. Səsin çıxarım. Mən özüm İndi demə. hələ özün yığır, hələ inana bilir. Hə. İndi birazdan da inanacaqdı, bax. Şeydir, mən indi gözləyirdim. Hələ Mən dəhlə şeytana eləyib. Hə, mən gözləyirdim. Mən indi deyəcəm ki, nə eşitdin zatsud, mən də özümü vurdum bilməməz deyə ki, qoy inandırıcılığı itməsin də. Mən o söhbətə fokuslansaydım. Yaxşı bir şeydir. Qonlarımızı söysüzdə içimizə inanmır. Söyə bilərik. Həqiqətən heç kəs bizə. Amma
Mən üz vursaydım ki, Nayda nəyi eşitdin, nəyi, onda biləcəkdi ki, yalandan eləyim. Mən özüm bilməməzliyə vurdum belə şeydə ki, heç bilmirəm hansı hissəni eşitmişsən, ona görə qaldı şəkdə. Görən yalandan eləyirlər, yoxsa düz eləyirlər. Birazdan yığacaq trip atmağa, baxarsan. Getdik. Arkadaşlar, gəldik çatdıq Nakuşgilə. İndi Zeydi veririm Nahidəyə. Görüm çıxanda ya Zeydi götürəndə nəsə reaksiya verəcək. Gedirəm Kipriyə. Gözləyirəm də görüm heç olmasa bir soruşacaqsan ki, bəs belə şeylər eşitdim, düzdür yoxsa yox, yoxsa özü bilməməzliyə vuracaqsan. Ürəyim ağrıdı, ona bir gözlə danışmayayım burada. İndi gələrim, qapını açanda eşidər məni. Bilən kipriyinə dəysin. Ha niye kalmır aşkım? Bir dənə zəhmət götür onu ölümsən. Geldim. Aşkım Zeydim termosları yeməyə zadı hamısı onun içindədir. Hə, şu. Nakuşa bir dənə deyəsən bunu axıra qədər içirtsin yaxşı buna, yoxsa birazdan durub təzdən ağlayacaq. Gəlirsə yatsa şu gedəcək yenə. Arkadaşlar baldızım gəlir, kamerayı burada qoyacağım, açıq qoyacağım, görüm nəsə soruşacaq bizdən yoxsa yox. Geldi arkadaşlar. Burada. Nakoş. 60 yiyip 30 dabafka vermişəm. Bunu axıra qədər yesin, yoxsa birazdan anqıracaq. Ölüm şərkinə də. Necə sıçqı? Yaxşı, sən nə tərsən? Kiprimi düzəltdirim, gedək. Yaxşı, narahat olma. Bırax. Çox sağ ol. Yoxdur maşında susqazı. Yo, hər şey. Sosisini itirmişəm. Üz vurmadı. Əzdi, getdi Zeydi. Getdik arkadaşlar, bir şey demedi. Şoktayım. Ama bir gözümün içine baktı Şəhriyar Quran onda olsun. Baktı gördü nəsə deyəcəm yoxsa yox, səsini çıxartmadı. Ben gittim yeni kipriklerimden geri döneceğim. Gelin maşını zaret olacaq. Tamam, kendine iyi bak. Ben 5-10 dakika qabaq yazacağım sana. Davay. Oy. Evet dostlar, geldim Burla Xatuna Lənkəranda. Kipriklərimi burada düzəltdirmişdim. Keçən dəfə yenə gəlmişəm bura. Girək içəri. Kızlar, kipriklərim hazır. Yeni kipriklərim nasıl olmuş? Bu dəfə keçə bilərsiniz. Bu dəfə keçən dəfəki modeli elətdirmədim. Bu dəfəki başqa. Bunun adı nə idi, Aksana xanım? 2D. Pişik göz gedir də, hə? Pişik göz elədim arkadaşlar. Elə bilirəm o birisindən çox daha səliqəli və qəşəng qaldı. Siz nə düşünürsünüz? Yorumlarda yazın, bir dənə bacınız üçün yorum bildirin. Rahat bir 20 gün, bir ay rahatam, gəzəcəm belə. İndi Şəhriyar neçə saatdır məni qapıda gözləyir, Allah. Mən bu midillənə video çəkməyim oldu. Bayaqdan zəng eləyir, qalıb ona görə qaçdıq. Evet, kocam kapıdadır, beni bekliyordur. Ama nerededir? Yoktur, buradadır, evet. Gel. Necəsən Nihat? Necə olub şaka kipriklərim? Balaca, çok sağ ol, balacalaştırdım. Ha, bu biraz yola yeder. Ana bak. Ona gelmiş. Şəhriyar heç xoşlamır mən təbii olan şeyləri süniləşdirib. Gəl şaka. Şəhriyara deyirəm dırnaq elətdirim, yox təbii qəşəkdir. Kipri elətdirim, təbii qəşəkdir. Saçımı elətdirim, daramasan da qəşəkdir. Aman vermir, heç nəyi dəyişdirim özümdə. Yaxşıdır bu, hə? O biri çox yekəydi, görməmişdik, eləmişdim. Düzü gözüm ona alışmışdı, yenə elə bilirəm gözlərim lüt qalıb. Amma yox, çox qəşəkdir, xoşuma gəldi. İpə-ipəydi, o... Hə, o biri qalın materialdan idi, mən özüm elə istəmişdim. Bu pişik gözdür, həm də səliqəli sadə pişik gözdür. O birisində qıza demişdim ki, mən qaynağa gəlmişəm, qaynaq olduğu bilinməlidir. Görmədim, nə qədər bacarsız o qədər abartın, amma qara, zil qara bir şey olmasın. O da elə eləmişdi, qəşəng idi, o da qəşəng idi. Prosta tez-tez hər elətdirəndə fərqli bir model elətdirəcəm və ən sonda sizdən soruşacağım, neçənci elətdirdiyim kiprik daha yaxşı idi. Siz seçdiyinizə əsasən sona qədər onu elətdirəcəm. Qaldı
bir dənə dırnaq düzəltdirməyim. Qısa, sadə, qəşəng bir dənə şey istəyirəm. Adı nədir? Gel qoydurmaq istəyirəm dırnaqlarıma. Sadə, belə ət rəngi, nude rəng. Amma olsun istəyirəm də çox uzun yerlə öz dırnağımın uzunluğunda. Bir də ki, bir dəfə də saç bakımına gələcəm. Bununla da mənim zakazlarım bitiyor. Getdik baldızımla çocuk'umu götürməyə. Nahidə sənə nəsə demədi telefon danışığı ilə bağlı. Hə? Yox. Heç nə demədi ağzını açıb. Nəcib. Nahidə. Yaxşıyam aşkım, sən necəsən? Sarı papatya, hoş geldin sarı papatya. Baba, bebe. Oh, hoş gelmişmiş. Şaguli'nin bacısı paralel. Gel də. Çox gözləyəcəm səni. Tez elə. Tez elə. O, nə qəşəksən. Hə, kombinin ola, yakıyorsun Nahidə. Sən adımı bundan sonra Şaguli'nin bacısı paralel qoyum, yoxsa Şaguli'nin bacısı Üfiqi qoyum? Soracaqsan indi paralel Şaguli və Üfiqi nə deməkdir, hə? Allah'ın cezası. Məktəb oxuyurlar, ceblar. Ya Allah. Zeydə bax Zeydə. Anon gəlib, anon. Afuş, ağlayırdı. Televizorda sən qoydu, riskə baxırdı sən. Ay, Elementin. Dayandı riskə. Je tanıyır məni. Onun qabağında oynayıram, rakete çıxıdı, baxır, gülür mənə. İstəyir də özü çox yaxşı olub ha, maşallah. Doğrudan? Hə. Ağıllı olmuşsan. Hə, gülür, oynayır. Birbirini incitməmisən. Getdik. Siz gəlmə yaxın ağladınız. Nakuş nə qədər yiyib? 60 veriləcək. İndi? Hə, yaxşı indi bir dəqiqə qalıb indi verərsən onu. Hə, getdik, gəlin. Əsma, sən ən dala min. Ağaca bilərsiniz. Hər şeylər bagajı aç. Gəldim ömrüm. Sən qabaqda oturursan Nakuş. Yo, qabaqda. Yo, qabaqda. Hə. Sən qardaşın təzə maşınıdır, bir qabaqda otur da. Ondan sonra bir də ömür boyu oturmuyorsun. Gəlin aman verməyəcək, otur indi. Can, gəl həyatım, gəl. Hay can, 2 dəqiqə təriflədik, zibili çıxdı uşağın. Otur. Qardaşımın maşınında otur qabaqda. Ya Allah, bir dənə Zəhrə qaldı, hə? Bir dənə Zəhrə qaldı. O da geliyor gönlümün efendisi. Yenə ona bir dənə o rojasına baxın, yenə sifətindən zəhrimar yağır. Şəhər mahnı xodunu al bir dənə, ölüm sən üçün. Mən öldüm nəfəs almadan, danışmadan. Niyə narazıdır ona da? Əsma gələ qalaydı, o da həmdə salaydı gələrdi. Bu salonda nə olur ki, başa düşmədim. Əsma həyətdə rahat sala bilir də. Həyətdə qalam sonra. Ana. Qaşqabağın yerlə gedir. Qoçbürcü, sən oğlun da qoçbürcülü lağ eləmə betər olar. Qaşqabağın yerlə gedir, de görüm anon neyləyibdir. Xoş gəlmişsiniz. Mən sevdim masaj edirəm. Hazır mısınız? Getdik. Let's go. Sınır. Mən nasıl? Canımsan nasıl? Uzaqdan mən şimdi tamam getməm. Yalandasın. Neyse uzadım sen. Yo, eləmə, qalmışam. Niye? Qorxdun. Korkmadım. Yo, qalsın. Hər gedirəm. Mənə rahatım. Dəymə. Uzadım sizin yana. Hadi yox, istəmirəm yazıldı. Hayır. Yox, Aslında dişin çaktırma da. Böyle eləyir uşağı. Eləmə, hava çəkəcək. Eləmə aşkım, yadından çıxart. Onun yerinə saqqız al, ver ona, qoy çeynəsin. Ay Şako yavaş. Böyle olmalı. Nə oldu indi? Ayağım atıram masasının resitonuza. Bəlkə sən maqnezium satma, sudurqa verin. Bəzən də su satışmamız. Başladı, həkim başladı. Özüm üçün maraqlandım, yemin edirəm mən bu soruşum. Zeydə də qoymuşsun onu. Aşkım, mən Quranın dostunu Zeyddən qorxdum. Uşaq biraz ikiyə qalxırdı. Zaraqlanmırdı. Dayanmadan ağlayırdı, tüm uşağın yəqin arası ağlayır, bəlkə Əsma kimi Tomusu var.
Yok. Ay Şako, uşaq dəli oldu Ayağın yaxşı. sudur götür. Yoxsul qadır da belə. Nasıl bu belə. Bu buranın gəlir konumun göndər. Konum atalım. Böyle şey olanda. Ova. Otur yolda basanla karşıla. Ayaqlarımda. Hayır. Ədə lap torunuza basar, bədbəxt eləyərsiniz bizi. Sən düşə bilən. Mən sürüm. Hayır. Mənim sözə davernusum yoxdur da. Yazdır da mənə də bir dənə. Bu uşaq niyə belə olur şimdi? Başında zadında bir şey olar. Ay Şəhri uşaq dəli oldu yaxı, Şəhriyar. Boy başım belə yanmış idi o. Haydi korkma. Allah şeytan lanet etsin. Ofişləsən, sürsən. Mən sürsəm qorxuram, Şəhri. Mənim davernusum yoxdur bala. Heç nə eləməz deyəsən sudur qas. O fərqi yoxdur. Onda deyəcəklər ambulans çağır. Sən olmaya sürə bilməzsən. Cəriməsi var. Sən də bilin istəyirsən. Ştrafnaya salarlar maşını. Oradan çıxartmaq da 800 manatdır, neçə manatdır. Yuxusuzluqdan oldu. Ged yat da. Allah şeytana. Tut bacını alın. Gördüm sən. Nadir dağılmışdı bu belə. Mən qorxmurdur sən üstə. Nadə də ki, sənə əlini tutmağa yer ax. Burnum əzildi yetimcə. Şəhri bəlkə saxlayasan zarafatsız. Şəhriyar. Saxla ölüm sən üçün. Şu an qıc olur hemen. İnək çıxar qabağıma, sonra Saxla qıtı. düz yol da deyil bu sənin üçün. Saxla buraxacaq musunuz? Boynun girib çısbağa kimi bədəni və Bədən damarlar yıxıldı. təsəvvür elə bu belə eləyirdi. Gecə idi, Nadiri dəli eləmişdi. O fuş neçə gündür bu? Belə hər Bir gün 10 olur. gün olar başlayıb. 10-15 gün. Elə o deyəndə sizə birinci onda başlamışdı. Ondan sonra neçə ölüb? 3 dəfə zət. Adı terzimi burnum gedər. Dinə mənə başımı... Sən Allah burnuna vurma, sonra bizə əməliyyat elətdirəcək. Olsun, Burnun Allah. bəhanə axtarılsız. Belə saxlayır. Allah şeytana Burnumla lanet işin olmasın. Şaka sındırma maşını təzədir. Mən saxla düşək aşağı. Aşkım uşaq dəli oldu yaxı. Korkma canım. Burnumu tutun. Burnumu qarabıyım. Ama şey Yo, yo, radyo tut. tutmuşam. Radyo tut. Tutmuşam. Zeydi tutmuşam, qorxmayın. Saxla da saxla. Nə məcburdur, düzdür, saxla da. Hayır. Saxla. Çetezey. Kışkırtmadı. Yox, nə qışqırtma, kamerada. Sizə deyim. Kamera hanı? Ay təzə maşındır. Hə, sumkadadır, sumkada. Şöyle dirseğimi vurma Maydan suratıma. Nasıl maşına bindi peşman oldu da Yox, mən cəhənnəmə uşağımın bir şey oları. Evet. 刚才座椅有人，暂不支持临终面座椅展拍。 Saxla və sürüm. Dökülmüştü. Nadir de böyle dal olmuş ya. Hələ mən qorxmuram, səndən Yazı tut. Geç deyir şu. Saxla maşını. Zeytler oldu Kur'an'ın dostu. Saxla, zəkə gedək ki mən. Sür balını istəyəm. Hamsıqlarım. Bəlkə sən başında şiş var, xəstəsən. İraq. Bəlkə... Allah şeytanı aladılar. Yaxşı, mən verdim dalı qabağa. Ürəyim. Deyəsən yoruldu. Sağ... Allah qorxmuram. Sənə canlan olsun. İstəyirsən. Yetim də artığımı sındırırsın. O şey var. Benden Yok. bir... Şəriyucu artır ha. Keçən dəfə kim olur zarafatsız? Yığın, telefonu Ya, alın. sen şeyler... Nə yığaq? Skoru sənə deyim. Skoru bizi gedə nətər tutacaq. Maşını da dayandırmır Ben kişiləsən. o vakti 07 Ölməyi gözləyirsən. 07 sürdüm çok. Evet. 1-2 skorusu.
Cavum sana, ölüm sana. Şəhər, burnum ağrıyır. Gide burnuma. Aşkım vallahi şey qatıqlıysan. Bəlkə saxlayasan. Gözü. Saxla. Maşını at gel. Maşını at gel. Rol tut. Maşının altı nə deyir? Rol tut. Nə gəlir? Ay. Hadi yaxşı tut. Ver sürü. Bunu akıranma. Sen tut. Ama sen- Ara saldın bizi. Haydi. Gözü düzeleceğim diye. Su yok da. Yoxdur, yox. Su. Saxla alaq da market var da burada. Götürürüm. Şəriət sındırdın şunları. Gitsən sən. Su yok da. Ölərəm sansın. Şu ölür. Bunu yaparım. Uşaq ölür nədir? Ölmür, tutması tutur. Sən gözün zaten qaçacaq indi. Gözün zaten qaçacaq. Şəhriyar saxla. Ged evdə bir daha vermisi. Özün də həkimə xəstəsən. Gözü suyu sakla. Sakla buramı Sakla. tut. Buramı tut. Xəstəsiniz. Gülür bu məni qorxutmamalı. Sən Allah olsun sən qorxutmamaq üçün gülür. Nadirlə olanda əməlli başı sifət göstərirdi Nadirə. Yığırlar. Deyir, zəng gəlir. Ha. Neyse Şəhriyar. Şəhriyar kızın başı dəyər indi şeye. Yazı peşman oldu. Mən bax, mən gedirəm dalına. Bu nereye otursun? Bu, Döyərəm o sən. bu da korkullar. Ne burada Ana oturur? olsaydı başıma bir qapaz var. Düşən çıx qabaqda. Otur. Sakit qal. Sən nayda. Bəs ana bizi belə eləyirdi. Allah görürdü nəsə səhv şey edir, düşürdü. Yazıq ana getdi ortada yenə. Söhbət gəlir fırlanır bunlar analarını Yox gömür. da düz öyrədir. Daşqım, anamız bizi düz yol edir. Şəriət Otur, getirsə. Düşmən sürüm, düş. Təkilmiş indim təkil. Evdədir də. Ata. Qıza, bu ölür. Nasıl tutdu? Ofu. Sifəti çöndü. Niyə qalırsınız evdə? Siz sifəti çönüb. Şəhriyar. Saxla of işte. Sən Nadir'i yığın. O mənə heç nə eləmə. Bizim Tut başını alır. internetimiz yoxdur. O mənə heç nə eləməz, yığmır. Qorxutma heç. Kışkırtma. Asıl diye gömce oldu. Allah'ım da. Əsi bilirdi. Tut sən satın. Demiş ölür bıraktı başında şiş var. Yetimdə. Şəhriyar necə oldu qışqırtman dedin ki? Niyə Gördüm rengi zadı kaçtı yazıcı korktu. Bir de ki arkadaşlar ben kazadan sonra babeli olmuştum. Sevinirdim başım gelirdi. Şimdi de arada oluram. Burada indi su tapmadan. Yazık. Nadəyə su almışkən mənə də bir dənə enerji içkisi alasın. Koyun burayı. Bir başında bir kanat terası. Buna kışkırtma. Herkes kışkırtma yoksa. Tutması Deyir də kamera yoxdur. kamerada iki telefondur da yalan danışmamışam ki. Ölərəm, siz mənim böyle boğduz. Bugün mənim masaj elətdirdim. Hay hayda düşmən sırım düş. Beni de sürenler. İşte oyunları böyle bana tuttu. Qıc olma. Qıc olma var, təzə tapıb məni. Nadir de oturup orada. Nadir yapıştı şuşaya. Ay gün. Bunu belli lan belli. Yazdım. Aynen. Aylandı biliyordum bu. Nadir böyle kaldı bravo sana kurban olun. Ya ayılmadım beni. Rolu tutun olur. Mən necə Bu yana bak. Yazıq uşaq. Yox, mən Nihat saxlaydım da boxu yetdi. Nadə bugünkü qışqırtmalar kraliçası sən oldun. Nerede? Nadir'in sakalları ağarmıştı. Korkudan. Yox, Zarfas nəsə tutub sən belə tutub. Bir dəfə. Bir dəfə qıc olma olub prosta. Yəni biraz copa bastıq. O da belə təhlükəli bir şey deyil də, yəni elə belə prosta əli ayağı istəyir tərpətsin. Yapacaqdım sənə ki, niyə gözləyirsən ölməyi? Yenə gəlin ki, Yazıq gəlin. gəlin, ölərəm sənsin. Oy Allah, nə qədər silkələndik biz, sən Allah. Şanda fiş götürürüm. Əsə, sən üstədə fikrim qalmış deyə bilirdim, qorxusan orada. Yox, mən Əsratla Zəhrəyə qaş göz eləmişdim ki, Elə o sözümü lap rahat apardım, əsə qorxmasın. İnşallah.
Naide elə bildin yenə seti getdi hə? Dedim seti getdi də. Dedim döyərəm. O mənə döysün mənə. Neydi? Şəryar sən döyür deyə mənli başda ananı bəhanə eləyib. Sana belə Şəhriyar mənəm, bacıdır, bacı. Elə bir Şəryar deyir ki sən kimsən? O vaxt Avaliyədən sonra belə olurdu. O cundu bir üstümə. Nə idi alında? Neydi? Sonra yanırdı. Stəkan sındırmışdı, şişəylə cummuşdu. Hə, gördüm üstüme yattım. Yok mənim üstüme almaz oxudum. Mən də Heç nə arkadaşlar, qışqırtma sona ermişdir. Ya bu nerede valla kışkırtma dördü boğmaydı. Burnuma vurdu. Aa, İndi gərək bunu əməliyyat elətdirək. Üstü şəhər. şeydir, Şəhriyar mənə WhatsAppda yazıb ki, ofuş gic olma qışqırtması eləyim. Mən də elə bilirəm ki, yazıb ki, ofuş gic olma qışqırtma eləyək Naidəyə. Böyle aycan. Neredesin? Başa düşmədim birinci nədir? Yazıb ki, ofuş gic olma qışqırtma eləyək. Mən də elə bilirəm qıc olma yenə gic olma. Ağlı işlət yəni o mənada yazıb. Mən də gerizəkalılığım tutmuşdu. Çok rahat oldum. Ben yuxuda tutup sandım belə insanım. Bu yana qabağa deyəcək. Dedim sen biraz ayıldın. Yol görəsən. Senden böyle Zahra'ya baktım görüm korkulu o Zahra görmüyor Zahra korkur diye sözü rahat oturuyor. Sənə demişdim axı, qorx. Aslında belə şeylərdə gülmək tutur mənə. Alova oxşamısan da görürsə qorxa-qorxa hırtıldayırdı 在 orada. 不支持零重力座椅展开。 Başında o fuş korkan birinci gülüyorum sana. Narahat olmayacaq, ezbərə bildirsən o xəsiyyətini. 三排座椅有人，在不支持零重力座椅展开。 Nə deyə bu dayanmadan Kitay danışır? Diyecekti. Diyecekti neçə gündə elə olsun mənim ürəyim sıxılmış elə. Sana bu qız olmalarını tutup. Yaxşı deməmisən, biabır olardın Naidə. Allah olsun. Heç nə arkadaşlar. Yazarım nasıl Gitdik. olur? Hə. Yavaş yavaş Elvi belə elə. O bu nasıl? Rosa. Elvi baba belə elə. Ay yere git böyle şey Ha olabilir olur mi? baba. Özür dilerim. Baba. Yo. Arkadaşlar, Bir dənə saxla. Gözəl. Sən mənim. Ben seyirli annemdir. Oh. Sensorda idarə olunur. Nereye gidiyorsun? Ha. Var mı sensin? Naidə, sən burax Əlvi qoy Nahidə eləsin də. Sən tutmusan sənin birinci tanıyır. Bax, indi inəyin su edir. Sən oyna çək. Yavaş. Saxlayacaq bax. Elvi tormuz ver. Elvi tormuz ver. Sən sensörü niyə ona verdin maşını sensör? Yox, deyirəm bir əlini saxlayın. Çalıb bomba saxladı. Naidə bu arada göpə bası sensör məsəl yoxdur. Ay Allah'ım. Sən nəsən bu günü Naidədən yazıq deyil o. Heç nə. Benim qabaqda oturmuş. İstəyir ki dala keçəm. Mən də yanından burada sizsiz. Karısını özləyib də, karısını. 主驾晚上好， Bəlkə danışır, bu da danışır. Naidə şahid şey. şan. 出了点问题，稍后再试试呢。 Şakodi şişler. Kuşu sıdıçlar. Na kuşuydu, kuşu. Kuşu şişler. Şişişler. Şişişler. Belə bir atılmış yer. Neyse. 你好，三排座椅有人， Hi. 暂不支持零重力座椅展开，好像出了点问题，稍后再试试呢。 Sağ ol sana şişine. 三排座椅有人，暂不支持零重力座椅展开。 Aa, Naidə də danışamam. Şişine. 三排座椅有人，暂不支持零重力座椅展开。 Sakıcı oyna. Naide mənli başım maşınla danışır. Hani? Uy. Şişine. 三排座椅有人，暂不支持零重力 Özün 座 ölüm 椅 maşın 展 bizə 开。 reaksiya vermir normalda. Naide ilə danışdı. Öyle. Onu gönderdi de asılı. O nerede? Bir de bana asılı. 三排座椅有人，暂不支持零重力座椅展开。 No. Gel önce. Yüreğin... Ada o nə vaxtdan qalıb zəhərlənər yazır. Yüreğin pis olanda bu. Şişine. Naide bu səni öldürər. Dur bakın. Bizə çoxdandan qalıb o. Çoktan atsana. Maşını alandan.
Dərman yox. Maşını alandan qalıb, naydı? Heç olmaz. Belə şeylə xarab olur. Ay dədə, heç nə. Tursam deyir. Mən də belə. Kendi rezilliyinizde boğula bilirsiniz. Aşkım bu dərman deyil. Arkadaşlar karpuz almışızdır. Bugün karpuz doğruyorumdur. Karpuz çok yükseldi. Ölçüsünü görene kadar özüm. Yenə mən seçmişəm. Şəhriyənin qarpuz doğramayından sonra Ofşun qarpuz doğrama görülmədən çıxacaq yoxsa yox? Qarpuzun bir dənə sirri var, sizə də öyrədəcəm. Qoy mən doğrayım. Mehmet kardeş mənim karpuz doğramamı beğenirdi yadınızda. Aslında çok yükseldi. Bundan biraz minyon olmuş. Sağ elə bir balaca olub onun üçün. En keskini budur. Ne var? Ya Allah, bismillah, bəh. Qəşəng qarpız seçibsən. Dadında əsas məsələ dadıdır. Yeyindən bilinir, qarpuz qəşəng. Görəcəyik. İyi, yaxşı gəlir. Hələk. Qalbi kəsər. Kəsərəm biraz. Qalın qabıq. Kəsmişəm bir dəfə. Qəzəli. Ya Allah, bir dərsin dadına baxaq. Qalanını doğrayıb qoyacağım xaladenikə. Yallah, bismillah. Ay, özü qopdu. Şirindir, özü qopduysa şirindir deməli. Atam necə verəsin? Qoy, Məncə birinci böyüklər yesin. görək nədir vəzi. Gələ baxaq. Gənadır. Dadlıdır. Wow. Bu biz yeyək, bir saat keçsin, ondan sonra siz yeyəsiniz. Bu biz baxaq görür, rəyimiz adınız bulanmır. Bax. Aslan ne demiştim? Aslan Əldə. ne demiştim? Bir saat sonra vermiştim bize. Mənim üçün fərq yoxdur, aşkım, məndən nə gedir? Mən Sən boğazımı nə? kəsmirəm ki, gəlin. Aslan yeyin sənə lazımdır. Ya mən sizə görə deyirəm, zəhərdən niyə sıvı olmaq üçün mən İndi kovanı içdi, boğazımdan kanalizasiya kəsmirəm. mərtəbə indirdim. Üstünə də qarpuzu yeyib, axşam gələr banı çəkmanı yemaya. Qarpuzdan Nihat Kəsər. Qarpuzda mənim qardaşım zərdəndi Nihat. Demək, zərdənəndə 2-ci sinifdə oxuyurdu. 11-ci sinifə kimi heç nə yeyə bilmədi. Ancaq mədəsini yudular. 11-ci sinifə kimi. Bir dənə balaca bir şey yedi, zərdəndi. Ancaq quru düyüylə qidalandı. Qaynamış düyüylə, qaynamış toyuqla. O qarpuzun zərdənməyi pis olur. Yazı yəni bir dənə qız da rəhmətə etdi. Üzüm şeyin altında, mizin altında üzüm yedi. Treнд elədi həmin qız. Allah onu rəhmət eləsin, ailəsinə səbr versin. Kuklar kimi gözəl görsün uşaq. Qarpuzdan zəhərləndi, həyatını itirdi. Qarpuzun Allah rəhmət zəhərlənməsi pis olur, qana qarışır. Onca ehtiyat saxlamaq lazım. Uşaqlar, Çək oynayın. uşaqlar bəzən elə bilirlər ki, biz yersiz danışırıq, yersiz nəysə qadaran qoyuruq. İnan vallahi. Bütün qanunlar qanunlar Bunun lazım. kilosu 50 köpüdür. Nədir ki, mən bu günə kimi nələri boğazımdan kəsib onları vermişim. Qarpız nədir ki? Onlar bəzən elə fikirləşirlər biz boş yerə qadaran qoyuruq. Amma vallahi uşaqlar, həqiqətən valideynlərimiz sizin yaxşılığınızı düşünür, həqiqətən. Valideynlərimizin elədiyini birinci analiz edin, ona görə qadağalarını qulaq verin. Evet arkadaşlar, cüce plovlarımızı çektik, oturduk yemeğe baldızım ve uşaqlarla. Şəhriyarla Nadir getdilər, məcbur qaldılar, çıxmalı oldular evdən. Yeməyə çata bilmədilər, amma gələndən sonra yeyərlər. Nuş olsun, kadın kadına kız kızayız. İndi qeybətin biri, yıxıb sürməyin biri bir köprüdən. Gör indi Azərbaycanın evini yıxırıq. Nuş olsun çocuklar. Deməli dostlar, yeməklərimizi yedik. İndi baldızımla özüm üçün gözəl bir çay süfrəsi düzəldirəm. Hə, götür. Ondan sonra otururuq, qəşəng bir çay içirik. Uşaqlar da gedilər özləri üçün oyun oynamağa. Onların şinnət paylarını özlərinə vermişəm. Biz iki kişi kıybetleşeceğiz. Çocukların yanında yeteri kadar derine gidemiyoruz. Şimdi bizim için izleyicilerimiz tort getiriblər. Qoy baldızım üçün afilli tərəfindən kəsim. Buradan həmin izleyicilerimizə dərin təşəkkürümü bildirirəm. Bizi düşünmüsünüz, bizim için şirinlik gətirmişsiniz. Allah razı olsun, Allah min əvəzin versin. Çok sağ olun, çok güzeldi. Dadı hakkında da fikrimi bildirəcəm. Evet arkadaşlar, bizim mini şirniyat qeybət süfrəmiz hazırdır. Buyurun Baldız xanım, əyləşebilirsiniz. Getdik davam eləməyə. Bayaq kameranı itirmişəm. Dostlar, Nadir 3 dəfə maşına düşüb. Gəlib ki, kamera yoxdur. Düşüb, gəlib kamera yoxdur. Axır Nadir düşüb, mahnı xodunu bir alın. Axır Nadir... Hə, axır Nadir düşüb banka, Şəhriyar maşından kameranı tapıb öz axtarında.
Rabiyə əmisidir də. Heç nə görmürlər əmi bala. Gözlü kör. Allah'ın olsun. Mən bayaqdan stres basıb ki, yopa basmayım, stres basmayıb. Amma yəni Şəhriyarı stres basıb ki, kamera yoxdur. Hə, Mahidən də stres basmışdı. Axır tapıldı. Nəsə. Bu nədir? Bismillah. Dikəlin güzel. Sarı papatya. Sarı papatya. Nə olub bunların arasında yenə küsüblər? Deyin. Məryəmlə bu. Məryəm nə olacaq məncə? Nə üstə axı? Ölüm sən üçün. Yenə ağlamağa qalıb o Quranan olsun. Nə üstə? Gecə deyil. Hara gedib? Mən qoyub gedirsən Əsma. Bəs mən çox istəyirdin. Mən dedim qoy tortu yeyim. Nə üstə dav eləyiblər axı? Telefon üstə? Nə? Kod üstə. Kod üstə? Kod üstə deyil. Yox, o deyil. Nədir? Dinən də. Qıza dinən də. Deyin də. Hələ bir də gecə konsert olacaq. Mən gecə onu soda etməyəcəm bəli. Əsma, mən çox istəyirsənsə dinən nə olub? Xahiş edirəm. Dinən görüm nə olub aramızda. Nə olub Mən aralar? yeyirəm, ürəyimdən başım elə. Mən çox istəyirsənsə dedim, Yaxşı. Ons Məryəmə girsəm gedəcək palas qatlayacaq sənin dalınca. Lütfü sən danış, sən ağzından eşitdik. Nadir bura bir dənə səs qoyasan. Mən də yox, elə yox ha. Hə, söhbət. Məlişi əsəbləşdirirlər. Məlişin halı pozulduğuna görə Əsmaya vaxt ayıra bilmir söhbət. Abort. Ancaq mən Nədir Əsma onun Acığımdan çıxır. Əsma onun boks torbası zadı da hər əsəbləşəndə onu yumur. Tərifləyib əsəbi dəsməyə. Hə, xoş. De Quranan da olsun. Yazıq Əsma. Tərifləməyim. Boşda tutma. ancaq istəmədim. Yaxşı. Bundan sonra sən Məryəmin yanında pisləyəcəm. Aşkım, sən orada ət üstə təriflədin Əsmanı. Ət üstə? Hə. Ət mi? Qarı yeyir Əsma. Mən Allah'ın da olsun, hələ söz deməmişəm, Quranan da olsun. Yox, Əsmanı təriflədin Məryəm. Mən deməmişəm Əsma qara ət yeyir. Əsma dedi ki, dedim Əsma özün üçün ət qoy. Baxdı belə ətə, dedim mən bacı qoysun sən üçün. Harda? Partdaşı deyirəm. Hə. Ondan sonra yapışır. Ata da təriflədi Ondan orada. sonra deyir ki, bizim üçümüzə ərcəndir, Səhrəcət dedi. Bizim üçümüzə ərcəndir, Əsmanı təriflədi. Canım nə idi? Mən sənin haqqında heç nə deməmişəm. Mən Əsmanın hərəkətini təriflədim ki, Əsma çox ağıllı qızdır. Yəni bir yerlərə gəlib çıxacaq. Şeydir, çörək qədri biləndi, ailə qədri biləndi. Məryəm də qatdı ki, Zəhra ilə Gülsüm elə deyil axı. Allah'ın olsun. Şəhriyar əmi də sütsüz paxmir Məryəmin şotuna apardı ki, bunlar hamısı ərgəndir. Quranan olsun mən heç söhbətə. Hə, mənim söhbətə adiyyatım yoxdur. Məryəmin xasiyyəti tündləşib prosto. Mən heç sənlə Gülsümün adını belə tutmamışam, o şahiddir. Quranan olsun. Mən prosto bir gilə Əsmanı təriflədim. Mən yedim çayını da içdim. Məryəm sözüsən qaçırıcı otağa qonaya. Küsür, ağlamağı bilmirəm, amma küsür adama belə qəribə sifət göstərir. Özü də tək mənə yox, hamıya. Hə, keçid dövrüdür, yeni yetməli dövrüdür, ona görə. Nadir filmdə danışır, Nadir bu hər şeydə. Gecə Nadirdən Əsladın əsədidir, yoxsa Əsmə Jel əsədidir. Belə vapşımla qalmırmırdı, Cəbata yazırım, Nadirdən küsücək, tutduğuna qoşdu. Quranan da olsun. Ağlamaqla qoşdu. Yox, Döyərəm onu. Elə olmadı. Əsnafla Gülsümü dedim ki, gəlsiz mənlə yatın. Hə, küsdü. Olca küsdü. Niyə sən məndən küsmə. Ayrı vaxt. Nayda ayrı vaxt yalvarsan gəlib yatmaza, ürək sıxılır kimdən yatmaqdansa ötürü. Ona bax, gör bilmir nədən küsünü. O yapmış ki, Məryəm mənlə yatmalıdır. Məryəm mənə o ürək sıxılır deyə mən şey yapardım. Sən bir müddət özünü o necə dartırsa sən də dart. Sən o qədər o səndən küsüb ondan üzr istəmirsən ki, o elə bilir ki, halvadır. Mən hər dəfə belə eləyəcəm, Əsma məndən üzr istəyəcək. Hər dəfə Əsma üzr istəyir də faktik olaraq. Xəbərim yoxdur o da məndə. Elədir də, özü də deyir. Sən bir dəfə döz, bitər, sıx özünü, üzr istəmə. Onun ürək sıxılır. Onun ürək sıxılır, başa düşürüm, uşaqda ürək sıxılır da. Onun üçün Gülsümlə Əsnatı apardım ki, Murağa deyəcək. Belə, Məryəm mənlə yatacaq dedim, mənim ürəyim gedər burada. Dedim, gəlin mənim ürəyim gedir. Məryəm dedi ki, mən sənə yatmayacağım, yerdə yatacağım. Ölərəm Hə, sən. ya Məryəmin bir şey yox idi, onun ürəyi sıxılırdı, ölüm saatı söyləyib göndərdim. Sən gələn kimi hamısı atdı zat niyə? Yox, Məryəm, sən Əsmənlə niyə eləsən ki? Nə edir bax? Nə danışıb yenə? O, Əsmə sizə danışmır, videoda da.
Aç videonu baxacam oradan. Döy hələ məni, açmıram. Aç baxacam. Açmıram. Əsmə bu gün mən görərsən sən. Gördünüz mənə işləməmiş. Ölüm sən üçün. Sən Rabiyə burada, mən burada. Ağlayır. Şam gedək. Əsmə gəl mənlə yat axşam. Allahın olsun. Daydayı qovuram, gözləyid sən mən bir yerdə yataq. Gəlin, kravat yekədir. Məryəm geniş yatar öz yerində. O Məryəmi çox istəyir. Məryəm sağlıqsı sağlam. Hə, düz deyir, orası da düz. Bizi neyin Əsmə? Dırırım, dım dım, dırırım, dırırım, dım dım, Ay Əsmə, dırırım. sən də hər şeyin yağlıysan, amma bu bacısızdır, indi olur belə. Gəl sən gözünü çıxardaram ha. Eşək, o ağlayırsan, ona 1 qram yazığın gəlmir. Mən qorxdum, döyəcək o zaman. O ağlayır, gözün yaşını tökür. Sən dostun deyə, can yoldaşın deyə, arxa dayağındır. 1 qram sənin ürəyin sızıldar. mən forsilmə, onunla barışmışam. Az da fort Selam, gözün sen yaşını axıdır istiyor. bəyəm. Berna sen istiyor. Maygili. Qur'an olsun belə qabır bə. Sən də biraz Sen qürurun istiyor. olsun. Biraz özünə hörmətin olsun. Sən belə uduzarsan həyatda. Məryəmin ürəyi Əsmadan lap cülmüşdü. Əsma Yox, Əsma birinci yerdə gəlir aşkım. Sənin qızın da. Üzünüzə də söylər, yəni da bağışlayırsınız hamını. Yox, o sən oxşamayıb ölüm sən. Oxşuyur. Mən də elə oxşamışdan. Arkadaşlar mənə söz soxur, məni deyir, məni. Mən bilirəm kim oxşamışam. Mən elə deyiləm aşkım. Mən elə deyiləm. Yo sen de bilip Ay qız mən deyir. Deməli şeydir, Əsma. Cəbibinin Get qucağı onu, balayızı. o sən çox istəyir. Əlinə hər iş gələn balam. Saç Öz yıxsın. ağlayırdı. Sən dedin də burada məni bir də Videonu. Oh. həyasızlaşma bu. Ay Məri öyle bir şey rica elindir boy balam. Deyəm, bu da hazırlaşır ağlasın ki altda Ben qalmasın. gəlmir. Hə, məcbur. Ağlamayacağım. Kim beyin akışı bəsdir. Zarafat eləyəm sənə. ya hep sardı. Ağlamağa gəlmir. Əsman tərəfini tutsun, oxuşdu. Mən Əsma tərəfi tutmamışam. Özün gülməyə gəldi. İnsan gəlmir göstərəcəklər orada. Ölüm sənin üçün. Ay Əsma, söz soruşa bilərəm bir dənə Əsma. Mən çox istəmirsən. Rabiyyəni çox istəmirsən. Biz hamımız birləşib Məryəmi əvəz eləyənmirik sən üçün. Hə? Məryəm neynir? Gəl uzanıb çıx üstümə, belimdə gəzdirim səni. Nə istsən eləyim sən üçün. Sənə tərəfə. O sən o qəlbini qırsaydın ayrı seçkili eləməzdim. Səni də xışlayardım ona görə. Amma o burada sən mazlumsan, ona görə sən Eğer Esma eləsəydi mən mənim tərəfimi tutardım. hə Əsmə eləsəydi həqiqətən biz onun tərəfini tutardıq. Prosta mən bayaqdan sizə şahidəm, ancaq gəl gedir iynələyir. Ona görə prosta ki bu özü məhkumdur ona. Buna deyirik gəl bizlə. Bu bizlə Sonra lap da barışmırdı, deyir ki, hə, mənə təhlədim. hara qədər. Xeyr, sən özünü düzgün müdafiə eləyə bilmirsən. Desəydi ki, sən mənə təkcədin onların yanına getdin, deməlisən ki, sən mənə atmısan. Nə etməliyəm? Ortada qalmalıyam. Onlar da mənim bacımdı, onlarla takıldım. Sən əzdirirsən özünü. Elədik. Təbrik edirəm sizi. Bunlar günah aydadılar. Təbrik edirəm sizi. Hə, Əldə bilirəm belə. ehtiyac yoxdur, mən şirniyyət yeyirəm. Aldı. Ay qız, əl çək məndən. Əl çək məndən, əl çək. Sən burax məni. Rabiyə istəyirdi bayaq. Get Rabiyə dənətdə, nə olar? Haydi slime olur. Bismillah. Onu nə günə qoydu özünü. Az vura bilərəm. Və əl vurasan deyə gəlib doğru. Neysə, çayım da qaldı yarımçıq. Qarpız yeyişlərə bir dənə baxın sizcə. Prenses ağzını tutdu. Qarpız yeyəndə utanır. Uşaqlar, mənə də bağırsam qaçışıb bir-birinə qarpıza görə Qurandan olsun. İndi bunların birinin ürəyi bulanacaq, birinin qarnı işləyəcək. Birazdan mənzərəyə baxasınız. Hamısını Şəhriyar atacaq qarpızın boynuna. Niyə pisniyəm? Özün sən az pisniyəm. O futbolu yeyirsən, təbii ki də. Görmüşsün, bir ara qabdan götürür, buranın rusu bardan görmüşsün, sayırım bir konser. Uşaqlar, Onda hamilə vaxtı o qədər qarpız yedikləmişdim ki, yeyə bilməmişdim yay olmadığı üçün.
Onun acığını çıxıram hal-hazırda. Nuş olsun. Sağ ol. Oy. Yaxşı uşaq qarpıza oxşamayım. Yemişəm. Hə, İkinci yeməyə qarpızım düz dostum. İkinci qarpızım üçüncü qarpıza Mənim mamam mənə hamilə olanda ürəyi kartof qızartması istəyib. Ağrısı olub durub qızarda bilməyib, onun üçün heç kəs qızarda bilməyib. Odur, mən doğulanı ancaq kartof qızartması yeyirdim arkadaşlar. Mən həzır hər gitmişəm qızartması. şey yok qarpız. Sonra qarpıza oxşayır. Kim də ona icazə verir? Həqiqətən özümü pis elədim. Aşkım da. Çox yediniz, bəlkə ona görə. Mən çox yedim. Ona görə olur. Sən siz kim yer bunu? Mən. Şaka yaptım. Bir yalana insan 2 dəfə düşməz də. Su verin. Əsnat ölürdüm. Əsnat böyle neylərdin ha Əsnat? Nadir abi qaçdı. Nadı deyil. Yalan deyim. Xəstə sən boğazında qaldı ya qarpız. Ay. Bu İrəm var. Burada yaşamışam o hissi. Çox pis bir hissdir. Neyse uşaqlar videomu burada sonlandırıram. Əsnat Nadiri döyür. Nadir get onu döy. Döyəcəm. Uşaqlar, bugünkü videomuz Nahidəyə qışqırtmadan ibarət oldu. Nahidə ara yerdə bir iki dənə Şəhriyərə gül sözlər deyib, onlara bir səsi qoyarsan zəhmət olmasa. Yaxşı. Nahidənin Şəhriyəri döydüyü yerlər var. Ora dış səs qoyarsan ki, Nahidə rahat döyə bilsin Şəhriyəri. Videomuzu da burada sonlandırır. Kanalımıza abunə olmayı, like atıb yorum yazmayı unutmayın. Ya bugün, ya sabah hər an klip gələ bilər, hazır olun.